Kızlar, ev üçün yağ almışam və onu əridirəm. İndi hamısı əriyəndən sonra belə köpük-köpük olur. Ən son əriyəndən sonra göstərəcəm ki, hazır olan halı necədir. Belə eləyirəm ki, köpük yatsın və daşmasın. Burada qarışdırdım, artıq köpüğü azaldı. Qaynadıqca baxın, çömçə ilə belə baxıram. İçində görürsünüz hələ də ağ südlər var. Demək ki, hələ də hazır deyil. Belə qaynayır. Şəffaf olmalıdır. Görək necə olacaq. Demək olar ki, hazırdır. Çox az qalıb. Fikir verin, biraz qalıb içində ağlar. O ağlar tamamilə demək olar ki, getməlidir. Hə, baxın, kənarlarda qızarıb. Az qalıb. 1-2 dəqiqə hazır olacaq yağımız. Baxın qızlar, все hazırdır yağımız. Artıq fikir verirsiniz, qaynaması da azalıb və kənarlarına baxın, əməl başda qızarıblar. Baxın, çömçədə də sırf yağdır. Artıq o köpüklər yoxdular. Vəssalam, yağımız hazır. Və budur. Belə hazırlandı. Koyacağım. Vəssalam. Hardasa 4 kilodan bu qədər yağ çıxdı.